Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Tülkünün quyruğunun ucu niyə ağdı adlı Norveç nağılını danışacağam. Günlərin bir günü yaşlı bir nənə sürüsünə çoban axtarmağa başladı. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Qarşısına bir ayı çıxdı. "Hara gedirsən ay nənə?" Ayı donqullandı. Hara gedəcəm? Sürümə bir çoban axtarmağa gedirəm. "Çoban mı? Məni işə götürərsənmi?" Niyə də olmasın? Heyvanları bir yerə toplaya bilərsən. Səni işə götürərəm. Çağır onları görüm. Əlbəttə, dərhal çağırıram. Ayı böyürməyə başladı. Yox, olmaz belə olmaz. Nənə narazı halda başını yellədi. Sən mənim çobanım ola bilməzsən. Qoca qarı yoluna davam elədi. Getdi. Sonunda bir qurdla qarşılaşdı. "Hara gedirsən qoca nənə?" Qurd dişlərini xırçıldadıb pıçıldadı. Hara gedəcəyəm? Sürümü otarmaq üçün bir çoban tapmağa gedirəm. "Çoban?" Qurd sevincək dilləndi. "Məni çoban götürərsən?" Niyə də yox? Heyvanları bir yerə yığa biləcəksənsə, səni işə götürərəm. Onları çağır görüm. Əlbəttə, bu saat çağırıram. Qurd sevindi və ulamağa başladı. Olmaz belə, olmaz. Nənə başını yellədi. Səndən mənə çoban çıxmaz. Günlər bitsə də yollar bitmədi. Bu dəfə də nənənin qarşısına bir tülkü çıxdı. Hara gedirsən ay nənə? Tülkü nəzakətlə soruşdu. Hara getdiyimi bilmək istəyirsən? Sürümə bir çoban axtarıram. Çoban? Tülkünün gözünə işıq gəldi. Məni çoban götürərsən? Niyə də olmasın? Sürünü səsləyə bilsən, səni işə götürərəm. Çağır görüm. Əlbəttə, bu saat səsləyirəm. Tülkü dilləndi. Halali, deyə səs çıxararaq sürüyə doğru getdi. Çox gözəl. Səni çox sevdim. İşə götürürəm. Tülkü dərhal işə başladı. Elə sürünü ilk dəfə tövləyə aparan gün keçiləri yedi. İkinci gün isə bütün qoyunların axırına çıxdı. Üçüncü gündə inəkləri parçalayıb qarnını doyurdu. Axşam evə tək qaydanda qoca nənə sürünün harda olduğunu soruşdu. Başı dərədə, quyruğu vadidə. Tülkü cavab verdi. Qoca nənə nehrə çalıb kərə yağı hazırlayırdı. Tülkünün cavabını eşidəndə nehrəni buraxıb tövləyə qaçdı. Amma tülkü də elə bunu gözləyirdi. Dərhal başını nehrənin içinə soxub yağı da qarnına ötürdü. Sonra da qaçmaq istədi. Elə bu vaxt qoca nənə geri qayıtdı. Bir də gördü ki, tülkü yağı yeyib qaçır. Qalan yağdan bir parça götürüb tülküyə tərəf tulladı. Amma yağ tülkünün quyruğunun ucuna dəydi. Əriyib tüklərini ağ rəngə boyadı. Bax o gündən bəri tülkülərin quyruğunun ucu ağdı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.